eşq olsun deyəsən Mehman bəy qoşulub. Mehman bəy xoş gördük. Xoş gördük Qurban bəy, xoş gördük bütün izləyiciləri. İlk dəfə sizin efirdəyəm və ümid edirəm ki, söhbətimiz alınır. Minnətdaram, təşəkkürlər ki, vaxt ayırıb gəldiniz. Əvvəla mən dedim, mən bayaqda Mehman bəy, mən sənə təşəkkür edirəm şəxsən öz adımdan, Azərfilm ailəsi adından, Azərbaycan xalqı adından ki, nəhayət ki, bir dəfə çıxdı ortalığa, bunlara qandırdı, başa saldı ki, bax, o hərəkətin belə cavabı olar, sizə xoş olmadığı kimi mənə və bu günə qədər törətdiyiniz əməllər nəticəsində zərər çəkmişlərə də xoş deyil. Mehman bəy, əslən vətəni üzr istəyirəm, bizim materiallarımızı saxlayacaq soruya. Mehman bəy sağ olsun ki, vaxt tapıb belə qoşuldu. Önəmli olan Mehman bəylə olan suallardır. Mən istəyirəm ki, bunu araşdıram. Mehman bəy, bu hadisə qədər mən şəxsən görməmişəm, onu məcburam soruşam özündən. Bəli, bəli. Belə kobud ifadələrlə, belə bu formada, bu tip mübarizə metodlarına sən istifadə eləmisənmi? Qurban bəy, mən bu sahədə, ümumiyyətlə jurnalistika, blogerlik, sosial şəbəkədə olan fəaliyyətim 2009-dan başlayıb və 2009-dan indiyənə qədər mən hər cür sınaqlardan keçmişəm. Yəni, əvvəllər mən deyirdim ki, polisi rüşvət alır, gəlin şikayət göndərək prokurorluğa, korrupsiya araşdırılsın. Sonra başladım məmurların, nazirlərin korrupsiyasını araşdırmağa, yenə müraciətlər və cavabında nə görürdüm? Özüm döyülürdüm, özüm işgəncələrə məruz qalırdım, məni şərləyirdilər. Sonra sorğulara keçdim, şəhər mərkəzində sorğular keçirdirdim, vitse-prezident haqda sorğu keçirtdim və məni gözümü açdım, gördüm ki, həbsxanadayım. Həbsxanadan sonra həbsxana daxilində mənə qarşı ikinci dəfə cinayət işi açırlar, mənə qarşı orada da əclaflıq eləyirlər, həbsxanada ola-ola mənim anamı öldürürlər. Yəni, Allah rəhmət eləsin. Çoxlu misal çəkə bilərəm ki, mənə qarşı həddindən artıq çox təzyiq təşkil olunub, mənə qarşı, mənim ailəmə qarşı həddindən artıq çoxlu hücumlar olub. Sonra həbsxanadan sonra mənim dünyasını dəyişmiş anama dil uzadıblar ki, bu ermənidir, nə bilim, detdom uşağıdır. Bu bitmir. Bu bitmir və mən neynirəm və artıq bir neçə ay bundan qabaq mənə atam zəng eləyir, qardaşım zəng eləyir ki, bizim başımıza torba keçiriblər, oğurlayıblar, qabağımıza qaranlıq otaqda televizor qoyublar, televizorda sənin yatağındakı olan şouları bizə göstəriblər və deyiblər ki, Mehmanla danışın, o susmalıdır. Mən bildirirəm ki, heç bir danışıq olmayacaq, heç bir diyaloq olmayacaq. Mən özüm tələb edirəm ki, yaysınlar. Əgər bunu çəkiblərsə, ya yaysın, ya da deməsin. Yəni, bunu çəkirlərsə, hədə qorxu. Seks şantajı iki istiqamətdə işləyir. Bir, sən o təliyə düşürsən, asıllıq vəziyyətdə qalırsan və məcbursan onların dediklərini eləməyə. İki, sən bununla razılaşmırsan və bu zərərsizləşir. Yəni, bu mənasızlaşır, bu işlək olmur. Mən də dedim ki, bunu yay. Amma sizdən əgər bir şey xahiş edeyim. Əgər hökumət mənim yataq səhnələrimi keyfiyyətsiz kamera ilə çəkiblərsə, məndə daha keyfiyyətli şəkildə bu görüntülər var. Mənə müraciət eləsin və mən onları təqdim eləyim. Ola bilsin ki, mən bir cavabı tapamıram ki, bunlar niyə bunu çəkiblər? Ola bilsin ki, Əliyevlər ailəsindən kimsə meyillidir belə şeylərə baxmağa. Ola bilsin kimsə Dövlət Təhlükəsizlik Nazirliyində və ya Daxili İşlər Nazirliyində. Yəni, bir insan, normal düşüncəli adam niyə başqasının yatağını çəkməlidir və buna baxmalıdır? Yenə deyirəm ki, əgər onlar belə bir xəstəliyi varsa, mənə müraciət eləsin, mən daha yüksək keyfiyyətdə bunu təqdim edeyim. Və bunlar gördü ki, bu işləmədi. Məni növbəti gün qardaşımı və atamı aparırlar Fuad Ələsgərovun yanına, prezident aparatına və ən dəhşətlisi, Qurban bəy, ən dəhşətlisi o an yaşanır ki, Fuad Ələsgərov
deməli danmır ki, biz bunu çəkməmişik. Fuad Ələsgərov Xəbər olub da. deməyib ki, Ramiz Mehdiyev bəlkə bunu çəkib, bəlkə başqası çəkib. Deməyib ki, bəlkə bunun Rus kəşfiyyatı çəkib. Fuad Ələsgərov bildirib ki, gedin Mehmanla danışın ki, sizə kasetləri görsədən adamlarla razılaşsın. Bax, bu cavab məni məhv elədi. Mehman bəy, bir dəqiqə bu da fikrini xahiş edirəm, yaddan çıxartma. Həmin an, mən sənin bilirəm, müxtəlif mövzularda çəkişlərin olurdu. Mən özüm də sevə-sevə izləyirəm sənin o kanal verilişlərini. Mənim yadıma gəlir ki, sən o, deyək ki, Bakıda yağış yağanda Bəli. su olan nəm dolurdu, gözəl şeylə çəkirdin, ya oliqarxların kimlərinsə drone nazarla belə şeylə çəkirdin. Bəli. Bunlar çox normal bir fəaliyyət idi. Jurnalist kimi, bloger üçün də. Mənim üçün bir huşunaz olaraq maraqlıdır nə? Səni bu şantaj eləməyə bunlar başlayan ərəfədə sən hansı mövzuları gündəmə gətirmişdin ki, onlar belə bir radikal addımı əl atmaq üçün? Aydındır. Sual mənə aydındır. Qurban bəy, məsələnin kökü tam başqadır. Məsələnin kökü onlar qorxmurdu ki, deməli yağış videoların davamı olacaq və ya Mehman dron qaldıracaq. Məsələnin kökü o idi ki, mən 2019-cu ildə həbsxanadan qəhrəman kimi çıxmışdım. Yəni mənə görə xalq etiraza qalxmışdı, beynəlxalq təşkilatlar sanksiya tələbi ilə çıxmışdılar və İlham Əliyev ilk dəfə idi ki, yəni bir siyasi məhbusun işini öz üzərinə götürür və məni, deməli İlham Əliyev mənim işimə baxıb baş prokurorluğa tövsiyə edir ki, iş, onun gəncliyi, onun statusu nəzərə alınsın və azadlığa buraxılsın. Mənə gecə ilə Rüstəm Yusubov Kürdaxanaya gəlmişdi və mənə cinayət işinin xitamını təqdim eləmişdi. Demişdi ki, Mehman barışıq, dost, bu səhvən olub və s. Bunlar deməli 2019-cu ildə mitinqlər, aksiyalar, Avropa Şurasında deməli dinləmələr, Avropa Parlamentində qətnamələr. İlham Əliyev bu məsələdə mənə udzur. Mən acılıq edirdim və məni buraxır. Mən azadlığa çıxıram, qəhrəman kimi çıxıram və hökumət neynir? Həmin an İlham Əliyev başlayır rayon-rayon gəzməyə, insanlardan şəxsən məktubları almağa, paçtalyon işləməyə. İlham Əliyev məcbur qalır, deməli, maliyyə amnistiyasını edir. 10.000 manata yaxın kimin banka krediti varsa onları bağışlayır. Yəni İlham Əliyevin mənə ikinci cinayət işini açması buna bir 40-50 milyon, bəlkə də 100 milyonlarla pulla baha başa gəlib. Və mən çıxmışam azadlığa. Mən artıq azadlıqda Kürdaxanadan çıxanda evimə artıq kameraları qoymuşdular. Yəni mənim bütün prosesi 2019-dan başlayır da çəkməyə. İndi sizin sualınıza qayıdıram. Qurban bəy, məsələ odur ki, mən bu Əliyevlərin xislətini və rejimini çox yaxşı tanıyıram və onları həmişə qiymətləndirirəm. Məsələ o idi ki, onlar bu videoları, mənim seks səhnələrimi ona görə çəkirdilər ki, bir müddət sonra Mehmanı yenə həbs edəcəyik və Mehmanı həbsxanada sındıracağıq. Ya o, çünki siz bilirsiniz də, en qədər siyasi məhbus var ki, bugün həbsxanada şantajla üzləşiblər və onlar müdafiəsiz qalıblar. Onları hörmətdən salıblar. Onları cəmiyyət içində rüsvay ediblər. Siz də olmuşsunuz həbsxanada, mən də olmuşam həbsxanada. Həbsxana elə bir yerdir ki, bizim cavab vermə hüququmuz olmur. Ailə üzvlərinlə görüşə gedirsən, səni yoxlayırlar. Sən cavab verə bilmirsən. Amma indi evdəyəm, indi kasetlər yaysa, mən cavab vermə hüququm var, aydınlıq gətirməyə hüququm var. Yəni bunlar gözləyirdilər ki, 2024-də Abzas, Meydan, Toplum bu jurnalistləri tutanda həmin dalğada məni də tutsunlar. Lakin mənim bir bəxtim gətirib ki, mən həmin dalğada səfərdəydim. Və səfərdəydim, mənə dostlarım, dost tanış, ətraf vəkillərim dedi ki, Mehman, imkan varsa bir 2-3 ay oralarda gəz, görək burada nə baş verir. Biz də görürük ki, İlham Əliyev tap-batarab tutur, həbs eləyir,
Rüfət Səfərov, Bəxtiyar Hacıyev, o bu cəmaatın telefonlarına girir, cəmaatın şəxsi məlumatlarını yayır, müdafiəsiz qoyur, hörmətsiz edir və mən də hələ heç bilmirəm kasetlərimi çəkiblər və sonuncu addım mən fəaliyyətimi xaricdən davam elətdirirəm və dədəmi oğurluyurlar, qardaşımı oğurluyurlar, göstərirlər ki, bunlar çəkiblər. Onlar Azərbaycan hökuməti bununla riskə getdi. Çünki sonuncu kart idi əllərindəki mənə qarşı istifadə eləsinlər. Ya Mehman şantaja uyacaq, ya şantaja uymayacaq. İki məsələ var idi. Bunlar düşündü ki, mən o şantaja uyacağam və bunlarla danışığa gedəcəm. Bu baş vermədi. Və mən artıq hər şeyi ölçüb biçdim və sizin sualınızın cavabı odur ki, bunlar ona görə çəkirdilər ki, artıq mən azadlığa 2019-cu ildə qəhrəman kimi çıxanda bunların planı var idi ki, 3-4 ildən sonra Mehmanı təzdən şərləyib həbs edəcəyik və onu içərdə sındıracağıq və cəmiyyətə göstərəcəyik ki, baxın, bizim korrupsiyanı araşdıran adam, sən demə, əxlaqsızdır, evdə sevgilisi ilə yatıb, qucaqlaşıb. Mehman bəy, bir dəqiqə, son araşdırmaların nə ilə mənim üçün o maraqlıdır? Nə ilə bağlı idi ki, hakimiyyət belə narahat olmuşdu? Son araşdırmalar deməli mənə ötürülmüşdü. Polis bölmələrində deməli vətəndaşlara qarşı işgəncələr, polisin vətəndaşlardan rüşvət alma videoları və siz gözəl bir nöqtəyə toxundunuz. Ailəmə, mənim ailə üzvlərimə bilirsiniz nə demişdilər oğulları oğurlayanda. Atama və qardaşıma demişdilər ki, Mehman polis videolarını davam eləsin, amma İlham Əliyevin ailə üzvləri haqda nə TikTokda, nə Instagramda onlar haqda paylaşım etməsin. Yəni sən nəsə eləyirdin bəyəm onda? Mən bəzən paylaşırdım ki, Leyla Əliyeva mənə elə gəlir ki, psixotrop maddələr qəbul eləyir. Mehriban Əliyevanın bahalı geyimlərini araşdırıb qoyurdum. İlham Əliyevin nəvələrinin restoranları, Emin Ağallarovun Sibris proyekti, Leyla Əliyevanın biznesləri. Yəni çox doğru vurğulayırsınız ki, son vaxtlar mən bunu başlamışdım getməyə bu üzərində. Deməli, narahat olmağa onlar üçün əsas var imiş. Bəli. Və məhz ailəyə sataşan, mən bunu sataşmaq kimi qəbul eləmirəm də. Yəni bu korrupsiya araşdırıram. Normal araşdırma 15 yaşlı, İlham Əliyevin 15 yaşlı nəvəsi necə oldu ki, restoranı açdı? Hansı pulla açıb? Necə bu mümkündür? Və bu olanda məhz qardaşıma, atama deyilmişdi ki, Mehman ailəyə toxunmamalıdır. Bu da bunun kasetləri. Mən də demişəm ki, kasetləri yayın. Heç bir şantaja uyan deyiləm. Mənim utanacaq yerim yoxdur. Mən əclaflıq eləməmişəm. Mən də sevgi qazanmışam. Sevgilimdir. Yəni yataq mənim şəxsi ərazimdir. Bu heç kimə maraqlı olmamalıdır. Təşəkkürlər. Bir də mən üzr istəyirəm. Əziz vətənlər, mən bəzi suallar verirəm, görürəm ki, bəzi adam başa düşmüş suallar nə verirəm. Bir şey nəzərə alın ki, bizim bugünkü efirimizə dəfələrlə bunu demişəm. Tək Azərbaycandan baxmırlar. Tək Azərbaycanlılar baxmır. Və Azərbaycanda marağı olan, Azərbaycanda istər hakimiyyətdə, istər iqtisadi baxımda və sair sferlərdə marağı olan dövlətlərin xüsusi orqanlarında izləyirlər. Hamını bir sual maraqlandırır ki, bir vətəndaşa qarşı, xüsusilə bir blogerə qarşı, tanınmış bir blogerə qarşı belə bir şantaj metod tətbiq olunursa niyə? Və yaxud da bir adam şantaj olunursa bunun səbəbi nədir? Bunun səbəbini mən buradan istəyirəm, bütün dünya bilsin, bizi izləyənlər hamısı anlasın ki, Mehman Hüseynov Azərbaycanda belə deyək də bir nömrəli bloger kimi Azərbaycan hakimiyyətinin istər özünün, ailə üzvlərinin, ətrafının korrupsiyasını, dövlət əmlakı mənimsəmələrini, meşşər həyatlarını və s. çəkib işıqlandıran, ifşa edən bir bloger olduğuna görə bilavasitə hakimiyyətin ailə daxili biznesini, uğurluqlarını ifşa elədiyinə görə diqqət mərkəzində olan və hakimiyyətin qəzəbinə tuş gələn bir adam idi. Ona görə ona qarşı məhz bu yataq səhnəsindən, onun şəxsi həyata müdaxilə ilə belə iyrənc bir metodda mübarizəyə başlayıb Azərbaycan hakimiyyəti. Bunu istəyirəm, xalq bilsin, dövlət bilsin.
bütün ictimaiyyət bilsin, dünya ictimaiyyəti bilsin ki, Mehman Hüseynov nəyə görə bu hücuma məruz qalıbdır. İndi keçəcək bu hücum necə təşkil olunubdur, necə olubdur ki, Mehman Hüseynovun mənzil hüququna toxunulubdur, ailə məhrəmiyyətinə toxunulubdur. Bütün bunlar hamısı konkret cinayət əməlləridir. Bu cinayəti törədənlər ya Azərbaycan Daxiliyyə Naziri Vilayət Eyvazovdur, ya Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevdir və ya bu olmasına asılı olmayaraq əsas təqsirkar isə İlham Əliyevin bütün göstərişlərini icra edən, o İlhana zəhər verən kərtənkələr rolunu oynayan Fuad Ələsgərovdur. Yəni Mehman Hüseynov elə belə sıradan bir adam olduğuna görə ya bir hansı bir məmuru tənqid etdiyinə görə yox, məhz İlham Əliyevin özünü, ailə üzvlərini korrupsiyada ifşa etdiyinə görə bu hücuma məruz qalıbdır, şantaja məruz qalıbdır. İndi o necə olub, zəhmət olmasa, necə olub ki, evinizə daxil olublar, ailənin xəbəri olmayıbdır, kameralar yerləşdirilibdir. Bunlar hamısı boş qeyləvə deyim ki, mən sana minnətdaram. Mehman, nəyə görə? Bunu mən dəfələrlə demişəm, 3 il, 5 il bundan qabaq. Dəfələrlə izah eləmişəm ki, şantaja qarşı mübarizənin metodu nədir? Dərhal yolu ifşa eləmək lazımdır. Get nə bacarsan elə. Qutardı. Şantaja bir dəfə boyun əydinsə evi yıxıldı. Azərbaycan müxalifəti ona görə bu gündədir, bu günə qədər. Başqa bir dənə sual verəcəm. Jurnalistlərlə bağlı. Sən çıxışların birində demişsən ki, bir çox jurnalistlər mənimki kimi belə şantaja məruz var. Orada yaddan çıxmasını danışarsan. Amma necə oldu ki, evinizə kamerla yerləşdirilib? Deməli, mən qardaşımdan və atamdan, əsasən qardaşım daha cavandır, atam yaşlı adam, kişidir. Deməli, mən soruşdum ki, hansı səhnələr var idi? Səhnələrə uyğun mənə açıqlamalar verdilər və mənə 10 saniyəlik mənim şəxsi yatağımdan da video atmışdılar. Yəni ki, mən də əmin olum ki, məni çəkiblər. Deməli, mən o 10 saniyə videoya baxanda mən başa düşdüm ki, mən tanıyıram, mən 2019-cu ildə mən kimlə münasibətdə olmuşam və başa düşdüm ki, deməli, mən həbsdən çıxarkən artıq evimə kamera yerləşdirilmişdi. Və 2019-dan mən dəfələrlə deməli, xaricə səfərə getmişəm, 2020-ci ildə xərçənglə mübarizə aparmışam, bir müddət ölkədə olmamışam. Yəni, hər dəfə ölkədən çıxanda, gələndə, deməli, bunlar evdə də tək yaşayırdım. Mənim atam arada yanıma gəlirdi. Sən ayrıca öz evin var, valideyni ayrı yaşayıbsan sən? Mənim atamın evi var, bir də anamın uşaqlıq evimiz var, bir də atamın evi var, bir də uşaqlıq evimiz var. Mən atamın evində qalırdım. Atam da, yəni, ailəlik harada yaşayırdılar, Qaraçuxurda bizim dədə-baba evimizdir və deməli, gənclikdə də atam 95-ci ildə ev tikiləndə orada da bir ev tikmişdi. Yəni, atam öz evini mənə verib və özü də uşaqlıq evimizdə qalırdı, Qaraçuxurda. Deməli, mən də tək qalıram. Dədəm də həftədə 2-3 dəfə yanıma gəlir, mən gedirəm. Yəni, bir-birimizin yanına gedirik. Amma mən tək qalıram. Mən evli deyiləm, subayam, dostlarım arada evimizə gəlir. Deməli, bunlar çəkiblər, göstəriblər və mən başa düşdüm ki, 2019-cu ildən bunu çəkilmişlər. Düz mən 2024-ün sonu, 2025-in əvvəlinə qədər, ölkədən çıxana qədər bunu çəkiblər. Və necə dəyişiblər, necə bunu eliblər? Çünki texnologiya o qədər inkişaf elib ki, 2011-ci ildə Xədicə İsmayılı da çəkiblər, en qədər jurnalistləri çəkiblər, bəzilərini yayıblar. Yəni, texnologiya indi inkişaf eləyib. Necə kartı dəyişirdilər və ya necə bunu idarə edirdilər, rahatdır. Bu sualların cavabının üstündə çox qalmaq istəmirəm. Çünki ola bilsin ki, bu 9 mərtəbəli ev idi və qonşular çox idi. Ola bilsin ki, hansısa evi kirayələyirdi
xüsusi xidmət orqanlarının işçiləri və yuxarıdakı qonşumun vasitəsilə, Wi-Fi ilə və ya xüsusi qurğu ilə izləyiblər. Yəni bunu Yox, mən bir dəqiqə fikir yaddan satma. Mən buradan biz səndən bu söhbət edirik ki, həm də maarifləndirici olsun. Dinləyənlər bir dərs çıxarsınlar. Dostlar, mən bir hüquqşünas kimisə deyim ki, niyə soruşuram hansı evdə olub, necə olub, kimlə yaşamısan? Aydın oldu ki, bu suallar üçün çox verilirdi mənə. Bundan cavab verə bilmirdim. Eşidirsiniz ki, Mehman bəy tək yaşayır. Bəli. Mehman bəy tək yaşayan bir adamın evinə kamera yerləşdirmək çox da çətin bir problem deyil. Mehman bəy bilirsiniz ki, blogerdir, fəaliyyətdədir və tez-tez polisə çağırırlar. Adamı çağırırlar polisə. 3 saat, 4 saat orada dinləmə başını qatırlar. Oradan əmrəslər göndərirlər. Qapını açmaq ora fiziki olaraq kamera yerləşdirmək heç bir problem deyil. Bu nəyə göstərir? Azərbaycanda heç kəs, amma heç kəs əzizən vətənlər, Mehman kimi yadınızda qalsın, sığortalanmayıb. Belə bu hadisə onu göstərir ki, bu hakimiyyət o qədər həyas hakimiyyətdir ki, istənilən adamın evində, yatağında əməliyyata apara bilər. Hamının evini izləyə bilərlər. Hamının. Ona görə də xalq olaraq, millət olaraq indi yaranmış bir situasiya var ha. Hamı getməlidir bu işin üstünə. İstər eminə olan hücum, İsveçrədə, istər Amerikada və istər Mehman Hüseynovun şəxsi həyatına müdaxilə. Burada Mehmanın verdiyi cavabın önəmi yoxdur, biləsiniz. Şəxsən hüquqşünas kimi deyirəm. Beynəlxalq hüquq baxımından da Mehmanın verdiyi cavab ki var onlara. Onlar onu, ay bu böhtandır, yalandır, düz deyil, yaxşı deyil, pis deyil. Heç bir mənası yoxdur. Sən dövlət olaraq vətəndaşına qarşı belə şey eləməməlisən, edə bilməzsən. Məsələ bundadır. Burada davam elə. Doğru. Və yəni mən başa düşürəm ki, bunu qoyublar, çəkiblər, şantaj ediblər. Məsələ odur ki, mən bu olayı ortaya çıxardanda, məsələni ictimailəşdirəndə mənə eyni qədər adam yazıb ki, Mehman, biz sənin cəsarətinə heyranıq. Çünki biz də şantaj olunmuşuq, amma biz məcbur qalıb susmuşuq. Biz, yəni həmin adamların adını çəkməyəcəm. 2-3 nəfər siyasi məhbus var, hal-hazırda həbsxanada. Azadlıqda olan siyasi fəallar var. 2-3 nəfər hansı ki, mənə etiraf ediblər və deyiblər ki, bizi də aparmışdılar və bizə dedilər ki, susacaqsan və ya həbs olunacaqsan, səni də biabır edəcəyik. Və deyiblər ki, yaxşı, susarıq, proseslərdən uzaqlaşarıq. Mən beləyəm, mən xasiyyətcə biraz veçkin adamım. Çox düz iş gördün, sən çox düzgün addım atdın, kişi adamsan, halal olsun sənə. Mən ilk növbədə subayam, bu mənim şəxsi həyatımdır, nə etmişəm, əcəb etmişəm və mənim xasiyyətimdə kiminsə hədə qorxusuna, kiminsə şantajına uymaq belə bir şeylərim yoxdur. Amma yenə deyim ki, Allahın işinə baxın ki, yaxşı ki, mən həbs olunmadım. Mən həbs olunsaydım, Qurban bəy, birinci məni söyən, bəlkə də siz burada olacaqdınız ki, Mehman buymuş ki, başa düşürsünüz, mənim də sizə bir cavab vermək haqqım olmayacaqdı. Çünki Salih Seydov məni Kürdağanda bağlayacaqdı, deyəcəkdi ki, bax səni hamı söyür, Real TV-də göstərəcəkdilər mənim görüntülərimi. Amma yəni mənim cavab hüququm olmayanda, yəni mən açıqlamanı verməliyəm də ki, bu necə baş verib, niyə baş verib. Mənim cavab hüququm olmayanda hökumət bunu öz istəyi kimi manipulyasiya edə biləcək. Və sizi də inandıra biləcəkdir ki, Mehman baxın, əxlaqsızdır, bunu müdafiə eləməyin və s. Və yaxşı ki, bu baş vermədi. Yaxşı ki, mən bu İlham Əliyevin tələsinə düşmədim. Mən bir dənə buna görə şükür eləyirəm və maraqlısı odur ki, dünya həqiqətən də maraqlıdır. Maraqlısı odur ki, sizin efir vasitəsilə deyirəm ki, siz doğru dediniz ki, bu şantajdan heç kim sığortalanmayıb. Hətta İlham Əliyev belə sığortalanmayıb. Hətta onun ailəsi belə sığortalanmayıb. Bir dəqiqə yadınıza bir şeyi salın. Mən əzizən vətənlər, Əli Həsənov, prezidentin köməkçisi, bəyanat verdi o vaxt işdən çıxanda ki, məni tualetdə video çəkiblə şantaj edirlər. Yazı gəlir. Ay ki, prezidenti, ay adam, ay millət, başa düşünürsünüz. Mehman kimdir ki? Mehman adı sıra vətəndaşdır. Bu adi blogerdir.
Qurban kimdir ki? Bu prezidentin köməkçisini, ay adamlar, Əli Həsənov yazdı ki, özdə bu nə deməkdir? Əli Həsənovun o yazmasından aydın oldu ki, Əli Həsənovu şantaj edən bəllidir kimdir. Heç bir tədbir görülmədi. Bu dövlətdə prezident öz köməkçisini qoruya bilmir. Deyir, mən tualetə çəkilmə tualetdə. Mən şantaj edirlər. Kim biləcək bunu? Eldar Mahmudovun vaxtında əsən vətənlər bütün nazirlərdən, vəzifəli şəxslərdən milyonlarla pul alırdılar. Nəyin hesabına? Hamı şantajın hesabına. Hamı şantajla. Hakimlər, vəkillər kollegiyasının sədrindən 1 milyon dollar pul alır kişilər. Mehman Hüseynovun bu hərəkəti ki var ha. Bu elə ki Azərbaycan xalqını, dövlətini böyük bir fəlakətdən xilas edib. Artıq hamı başa düşməlidir. O şantaja uymaqdandırsa, necə tərtər zərə çəkmişlərin biz dinlərində zülüm çəkdik, əziyyət çəkdik. Adamlar deyən bilmirdilər, adamlar gecə çıxırlar, evlə yazı gəlir, pis ya da kişiliklər. Utanmırsınız, ayıbdır, kişi belə şeyi boyun deyər ki, danışmayın ki, birdən dünya bunu bilər. Biz neynədik? İnandıra bildik ki, bu adamları ki, kişilər, danışmaq lazımdır. Burada utanmağa bir şey yoxdur. Burada alçaldıran sən deyirsən. Mehman videoları deyirsınlər ki, burada alçaldıran Mehman deyir ki, Mehman Cavanoğlu'nun şəxsiyyətidir. Nə istəyir özdə bilə, yataqda istədiyi ürək, hər şey orada məqbuldur. Ayıb olan dövlətədir ki, burnunu geyib soxur bir vətəndaşının yatağına, özə nəyə görə? Bu onu ifşa elədiyinə görə. Bu vətən xani deyil ha. Bu erməni işləmir bu. Bu adam xalqı naminə dövləti dağıdanları ifşa elədiyinə görə yatağına girirlər bunun. Belə dövlət olmaz. Belə hakimiyyət olmaz. Xalq olaraq ona görə xahiş hamı diqqətdən qulaq alsın. Bu məsələdən dərs çıxarmaq lazımdır. Kim ifşa olunur? Şantaj oldu daha doğrusu. Birinci addımı Mehman adlı olub çıxma demək, hey, çəkmişsiniz, eləmişəm, əcəb eləmişəm. Və bitdi. Gedin bacaq serin. Davam elə Mehman. Deməli, çox doğru və mən zamanı gözlədim. Mən düşündüm ki, bir gün bu mənə də İlham Əliyevin ailəsi haqda nəsə düşəcək. Ümidim az idi, amma mən inanırdım. Mən bir şeyə inanıram ki, hər kəsin qapısı geci-tezi döyülür. İlham Əliyev olsun, Əli Nağıyev olsun və ya kim baş prokuror olsun, hər kəsin qapısı döyülür. Həyat bumerangdır. Heç kim heç nədən sığortalanmayıb. Və bir gün yanvarın 20-si İlham Əliyev Davosda olanda, İlham Əliyev Davosda öz balaca oğlunu hər kəsə sokarın məhsul şəxsi kimi, vəzifəli şəxsi kimi təqdim eləyəndə mənə bir naməlum adam yazır. Здравствуйте. У вас есть деньги? Mənə yazır ki, salam, sizdə pul var mı? Mən də deyirəm ki, pulu nə edirsən? Bu da yazır ki, mənə sizdə lazım olan materiallar var, mənə də pul lazımdır. Mən deyirəm ki, nə gözəl, ucunu görsət görüm səndə nə var. Bu ucunu görsədir və mən başa düşürəm ki, İlham Əliyevin ailəsi haqda bütün informasiyalar bu şəxsdə var. Mən bu informasiyanı yoxlayıram, faktları dəqiqləşdirirəm, bir neçə jurnalistlərlə bu faktı dəqiqləşdirirəm ki, bu montaj olmasın, şər böhtan olmasın, saxta informasiya olmasın. Məlumatlar dəqiqləşir, mən deyirəm ki, mən bu alış-verişə hazıram. Mən sənə pulu ötürürəm, sən mənə informasiyanı. Və bu alış-veriş olanda, mənə təqdim olunan materiallara baxanda, mən artıq dərk edirəm ki, bizi idarə edənlər kimlərdir, xislətlərini bilirəm, bunların psixologiyasını artıq bilirəm və mən başa düşdüm ki, bunlar niyə ölkədə fahişəxanaların sayını çoxaldır, niyə ölkədə üzə duranların sayını, işverənlərin sayını, niyə əclafların sayını artırır? Çünki İlham Əliyev istəyir ki, onun ailə üzvləri kimi bütün xalq olsun. Bu özünə sığışdıranmayıb ki, bu bilir axı həqiqətləri, amma biz bilmirdik ki, bu Əliyevlər ailəsi nədir, kimdir? Biz təzəlikcə başa düşdük ki, bizə əxlaqdan dərs keçən adamlar
ən böyük əxlaqsızdılar. Elə Və ekstrem məsələsində də dünya miqyasına sübut olundu. bax budur. Məsələ də bu ortaya çıxır və mən artıq dərk eləyirəm ki, bunlar, bu adamlar psixoloji xəstə olan adamlardır. Bunlar hər bir vətəndaşı, bunlar pula görə, vəzifəyə görə, var-dövlətə görə kasıbın da evini çəkərlər, şou biznesinin də, müğənnisinin, deputatın, nazirin və mən indi başa düşürəm ki, Milli Məclisdə niyə, orada millət vəkilləri niyə hamı eyni sözü deyir? Çünki onlar da şantaj olunur. Çünki onlar da nəsə çəkinəcəyi yerləri var. Və İlham Əliyev, mən başa düşdüm ki, İlham Əliyev hər kəsi ipdə saxlayıb, hər kəsi ona görə susturub ki, bunun əlində materiallar var. Bunun əlində kompromatlar var və indi də vaxt elədi ki, İlham Əliyevə qarşı olan kompromatlar mənim əlimdədir və mən sizin efirindən də bildirirəm. Mən yaydıqlarım 100%-in 1%-idir. Mən o əlimdə olan materialların 20%-ni ortaya qoysam, İlham Əliyev gecə ilə tumancaq ölkədən qaçacaq. Mən hələ ona hörmətlə yanaşıram. Bir də. Sən belə bu sözü deyirsən, bu söz sonra sənin əleyhinə deyək ki, Mehman şantaj edir. Belə şey eləmə, heç vaxt. Qətiyyən. Varsa, yayılacaqsa, xalq damına yayılacaq o heç. Mən Qurban bəy, bir şey, mən bütün videolarımda da bildirmişəm ki, İlham Əliyev, bunu istəyirsən şantaj kimi qəbul elə, istəyirsən qisas kimi qəbul elə. Amma mən sənə, bizə illərdir yaşatdığın hissləri yaşadacam. Bax, siz görmüşsünüzmü? Mühəndə İlham Əliyevin üzü necə çökmüşdü? Yuxusuzluq, gərginlik, çıxılmaz vəziyyət. Bax, bunu İlham Əliyevə yaşatdığım üçün mən özümlə fəxr edirəm. Və sizin efirindən də bunu deyirəm ki, qoy o hələ rahat yata bilməsin. Qoy o hələ narahat qalsın. Qoy o düşünsün ki, sabah nə yayılacaq, biri gün nə yayılacaq. Bu onu bilməlidir. Bu başa düşməlidir ki, və bu siyasətdən əl çəkməlidir ki, kimisə şantaj eləmək əxlaqsızlıqdır. Kimisə yatağına girmək. Buna ad qoymaq çətindir. Buyurun. Təşəkkürlər Mehman bəy. Mən buna görə yeniden bir daha təşəkkür edirəm. Çünki ümid edirəm ki, bu hadisələrdən sonra İlham Əliyev də ətrafı da özünə gələr, başa düşərlər. Amma əziz vətənlər, bugün mən Mehmanı dəvət etməkdə məqsədim tamamilə başqadır. Həm də işlərin gedişi ilə bağlı Mehman bəy, material necə keçib əlindən, necə olub, nə tər olub, nə var, nə yox, onlara danışır başqa efirlərdə. Və o materialların içərisindəki məlumatlarla da bizim işimiz yoxdur. Mən tamam başqa məsələlərlə bağlı Mehman bəylə danışmaq istəyirəm bugün. Mehman bəy, sən də bir ailənin üzvüsən, sən də bir ana tərbiyə eləyib, ata tərbiyə eləyib. İstəyirəm səmimi danışaq sənin bugün. Sənə xoşdurmu əvvəl Vilayət Eyvəzovun ailəsi ilə bağlı? Çünki mən açıq deyim sənə, mən çox sevə-sevə baxırdım sənin videolarına. Sən o söyüş məsələsindən başlayanına baxmadım. Hətta evdə uşaqlara da qadağan elədim ki, bilməzsiz birdən açıb baxarsınız. Çünki heç bir tərbiyəli ailə istəməz ki, onun ailəsində uşağında qızı, oğlu, nəvəsi söyüş eşitsin. Sənə xoşdurmu belə bir söyüş ritorikasından bu iş aparmaq? Və bunun əsl səbəbi nə oldu? Əvvəlki Mehman tamamilə yüksək səviyyəli. Mən açıq deyim ki, beynəlxalq standartlara uyğun, bəlkə də hələ bir çoxlarından da gözəl super şəkildə belə materiallar hazırlayan, bloklar hazırlayan, videolar çəkiliş edən, gözəl ifşa materialları ortağa qoyan bir peşəkar var idi ortada. Birdən-birə söyüş, küçə söyüşləri ilə bağlı sənə xoşdurmu ya yox? Cavabın baxmayaraq ki, hamıya bəllidir, amma buna keçməyə səni məcbur edən nə oldu? Mənə İlham Əliyevlə mübarizə aparmaq üçün bütün instrumentlər, bütün istiqamətlər xoşdur. Baxın, İlham Əliyev, indi mən onu nə qədər tənqid edirəm, nə qədər onun haqda danışıram, amma İlham Əliyev bir tərəfdən mənə sanki həyatı öyrədib. O mənə bildirib ki, İlham Əliyev mənə öyrədib ki, ölkədə, Azərbaycanda və
yəni həbsxanada bunu görmüşəm, ölkədə görmüşəm. Nətər onu daha etik deyim. Güclü olana hörmət edirlər, döyənə hörmət edirlər, daha belə sərhəd tanımayana hörmət edirlər. Elə güclü desən yaxşıdır, güclüyə baş əyirlər. Aha, yəni bu mənə öyrədib ki, sən ola bilsin ki, hüquqi tərəfdən düzsən, sən ola bilsin ki, qanunlara riayət eləyirsən, sən ola bilsin ki, etikaya, mədəniyyətə riayət eləyirsən, amma bu Azərbaycanda keçərli deyil. Mən bir daha da bildirirəm ki, mənim evimdə bu kamera məsələsi olanda, mənim ilk atacağım iş rəsmi olaraq baş prokurorluğa müraciət eləmişdim. Rəsmi olaraq Daxili İşlər Nazirliyinə müraciət eləmişdim ki, mənim atamı və qardaşımı oğurlayıblar. Onların qarşısına kasetlər qoyublar. Zəhmət olmasa bunu araşdırın. Mənə cavab veriblər ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən, Mehman, biz bu məsələləri araşdırmayacağıq. Bu bizim üçün deyil. Qurban bəy, mən artıq atamla danışmıram, qardaşımla danışmıram, məndən imtina ediblər. Mən aylar əvvəl atama, qardaşıma dedim ki, gedin polisə, polis bölməsinə şikayət yazın. Sabah sizi öldürsələr, tutsalar, əlimizdə rəsmi sənəd olsun. Qardaşım mənim telefonuma adboy eləyir. Buna zəng gəlir ki, polis bölməsinə getsəniz, başqa cür danışacağıq. Və atam, qardaşım getmir polis bölməsinə. Çünki onlar ölkədədir, qadağa qoyurlar. Eşlirsiniz dostlar, eşlirin, diqqətən qulaq asına, Mehmanı qınayanlar, o mənə bəzən irət tutan yoldaşlar var, ha, sən niyə Mehmanı dəstək verirsən? Əslən vətənlər, qanun işləməyən yerdə hər şey işləyər. Bilim sizə, qanun işləməyən, keçməyən yerdə hər şey keçər. İlham Əliyev bu prinsipi qoyub. Heydər qoyub bu prinsipi, Mehman yox. Mehman indi həmin prinsipin qurbanıdır. Mehman öz xoşunda deyil. Mehman hansı təlbər adamı razı olar ki, çıxsın efirə küsə söysün, onun anası, dədəsi də eşitsin. Qonşuda yesə o dədəsi də utanmırsan, sən belə uşaq böyüdürsən. Hansı iki bunu istəyər? Mehman da bunu istəməz. Amma Mehman kim bunu məcbur elədi? İlham Əliyev. Hakimiyyət. Əgər rəsmi müraciətə cavab verilsəydi, prokurorluq öz üçün görsəydi, Mehman dəli deyil ki, çıxar o leksonla danışma özünü hörmətdən sallar. Niyə? Xahiş edirəm, hər şeyə obyektiv yanaşa dostlar. Bu bataqlığı yaradan İlham Əliyevdir, arvadı mehribandır, bu rejimdir, canları çıxmalıdır, bu bataqlığı özləri qurutmalıdırlar. Mehman ona kömək edir bu bataqlıq qurudulmasında. Mən kömək edirəm, amma olan bu cəhdi var mı, olan bir fikir var mı? Sən durub cəmaat zaman bir oğlanın şəxsi həyatı ilə utanmaz gedib bu valideynini, baladı qardaşını, anasını gətirib qatırsan bu işə. Sən bilmirsən ki, sənə bu cavab veriləcək. Bilirsiniz nə qədər insanı məhv ediblər bu metoddan bunlar. Bugün bilirsiniz nə qədər insan şantaj altında dəli kimi yaşayıb, psixologiya çorlanıbdır. Xəbəriniz var sizin. Bilirsiniz bu şantaja görə deyəksə, minlər adamın milyardlarla pullarını alıblar. İş adamlarını aparıblar, əxlaq qadınlarını görüşdürüblər. Bütün rayonlar, bütün respublika bu işlə məşğul oldu. Xəbəriniz olsun. Mən 2018-ci ildə deyəndə efirdən ki, bir vagon kaset var. Ona görə müxalifət bu gündədir mənə böhtan atırlar ki, bu böhtancıdır, bu əlinə adamıdır, agentdir bu. Həmin o bir vagon kasetdən danışır, Mehman. O bir vagon kasetin bir dənə Mehman'a aid olan hissəsi görün nələr eləyibdir. Təsəvvür edin ki, Mehman başqaları kimi qorxur, susur, baş əyir şantaja. Ondan sonra nələr olacaqdır? Başa düşürsünüz yoxsa yox? Hökumət davam eləyir öz metodunu. Mehman kimi də bir qabiliyyətli gəncimiz orada məhv eləyirlər. Səmiyyət qalxır onun üstə, bu belədir, bayaq dediyi kimi düzdür. Birinci mən deyəcəm, buna baxır. Buna inanmısınız siz? İndi sonra şansı var ki, izə eləsin xalqa ki, cəmaat. Mənə anam bu tərbiyəni vermir. Mən çıxam efirə söyürsəyəm. Məni məcbur eləyən, məni bu cəmiyyətin qurbanı eləyən sənsən, xalq sənsən, susqunluğunla. Belə yaramaz alçaq adamların hakimiyyətdə qalmasa dözməklə sən məni qurban eləmirsən. Mən niyə söz söyləməliyəm ki? Məsələ bundadır. Mehmet davam elə qadanım, buyur. Hüquq işləmir, qanun işləmir,
Polis deyir mənlik deyil, prokurorluq deyir mənlik deyil. Mən hara gedim? Mən qonşuya gedim, qonşuya şikayət eləyim, yoxsa kimə şikayət eləməliyəm? Əlimdə də rəsmi, yox, əlimdə rəsmi ancaq görüntülər var ki, məni çəkiblər. Polis araşdırmır ki, mən bu rəsmi sənədi götürüm, Avropa məhkəməsinə gedim, beynəlxalq təşkilatlara gedim. Rəsmi heç nə yoxdur. Hökumətin ən axırıncı yol o deyəcəkdi ki, Mehmanın başı gedib yalan danışır. Başa düşürsünüz? Amma mən ki bilirəm, məni çəkiblər. Ailəm bilir və bunu dədəmin 76 yaşı var. Qoca kişiyə Allah canı sağ göstərir. Bu Tərtər faciəsində mən oxuyurdum, videolara baxırdım, dəhşətə gəlirdim. Amma Qurban bəy, içimdə bircə faiz var idi ki, İlham Əliyev bunu eləməz axı, ata balanın üstünə bu qədər mundarçılıq eləməz, bala atasının üzünə. Mən gördüm ki, bu İlham Əliyevdən bir şey gözləmək, bu dəli olmaq kimi bir şeydir. Dədəmə göstərdiblər və mən sizə hələ demirəm ki, dədəmi lüt çəkiblər hamamda. Boş şeydir. O detalları demirəm. Deməli, hüquq yox, qanun yox, mən bilmirəm hara deyim. Mən bir çıxış yolum var ki, bunu ictimailəşdirim və deyim ki, budur. Qurban bəy, siz bilirsinizmi ki, mən İlham Əliyevin ailə üzvləri haqda korrupsiya araşdırmaları, Alona məsələsini ortaya çıxanda da, bu olay skandal baş verəndə, mənə bir neçə gün bundan əvvəl zəng eliflər ki, Mehman dayan, məsələvi araşdıracağıq. Biz araşdıracağıq ki, sənin evə kim kameranı qoyub. Başa düşürsünüz? Demək, buradan belə bir nəticə çıxır ki, mən İlham Əliyevin qandığı dili tutdum. Mən onun başa düşəcəyi dili ilə danışdım və o başa düşdü ki, aha, Mehmanla hesablaşmaq lazımdır. Mehmanın məsələsini araşdırmaq lazımdır. Bəs niyə mən hüquqa söykənəndə, niyə mən məhkəməyə gedəndə, prokurorluğa gedəndə İlham Əliyev başa düşmürdü? Çünki İlham Əliyev hüquqi dili başa düşmür. İlham Əliyev mədəni dili başa düşmür. İlham Əliyev onun qandığı dildə başa düşür. Bu nə dilidir? Hədə qorxu, ifşa edici materiallar, şantaj, küçə söyüşləri, əxlaqsızlıq. Mən demişəm və bunu heç vaxt utanmıram deməyə. İlham Əliyev düşünür ki, o əxlaqsız ola bilər, amma o düşünmür ki, Mehman Hüseynov ondan 2 qat əxlaqsız ola bilər. Yəni, İlham Əliyevin qandığı dili də mən artıq bilirəm, İlham Əliyev qədər əxlaqsız da ola bilirəm və bunu deməyə çəkinmirəm. Çünki İlham Əliyev mənə bir seçim qoyub, onun öz dili ilə danışmaq. Bu, hüquqi dil deyil, məhkəmə dili deyil, prokurorluq deyil. Mən demişdim də, korrupsiya var. Araşdırın, məni həbs eləyirdilər. Mən deyirdim ki, yolları düzgün tikmirlər, yağış yağır, Bakı suyun altında qalır, mənim anamı erməni çıxardırdılar. Mən deyirdim ki, cənab Vilayət Eyvazov, ay İlham Əliyev, sosial problemlərimiz var, qazilər özünü yandırır, şəhid ailələri etiraz eləyir, mənim ölmüş anamın ruhunu incidirdilər, ailəmə sataşırdılar, min cür böhtanlar edirdilər və mən başa düşdüm ki, bu belə olmur axı, dünya belə deyil axı, dünya belə sistemlə getmir. Əgər qanun pozuntusu varsa, araşdırılmalıdır. Əgər problem varsa, araşdırılmalıdır. Polis və buradan bir nəticə çıxır ki, DTX, polis, güc strukturları vətəndaşları yox, Əliyevlər ailəsini qoruyur və Əliyevlərin razılığı ilə onlar Mehmanın məsələsini araşdıra bilər və yaxud da imtina edə bilər. Bundan mən başa düşdüm ki, İlham Əliyevin razılığı ilə mənim evimə kameranı qoyublar, İlham Əliyevin razılığı ilə mənim atamı, qardaşımı şantaj ediblər və indi də İlham Əliyevin razılığı ilə mənim məsələmi araşdırmaq istəyirlər. Mən isə onlara cavab verdim ki, sizin qatarınız getdi. Mənə artıq maraqlı deyil məni kim çəkib. Çünki o cavabı özüm tapmışam. Mən bilirəm kim çəkib. Mən bilirəm ki, bu niyə baş verib. Çünki bütün sualların cavabını... Kim çəkib? Məsələ oydu ki, evə kameranı
seks şantajı ilə məşğul olan bir qurum var. O da Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətində olan qurum. Və o qurum birbaşa İlham Əliyevin razılığı ilə bütün fəalların evinə kamera qoyur, şantaj edir və siz düzgün vurğuluyursunuz ki, ölkədə en qədər adamın intim videolarını çəkiblər, onları şantaj edirlər və mən ona görə xoşbəxtəm ki, bəlkə bundan sonra o hədə qorxular, o şantaj materialları, o əxlaqsızlıqlar dayanar. Çünki İlham Əliyev artıq indi də başa düşdü ki, şantaj olunmaq nə deməkdir? Hədə qorxu... Danışırsın, səncə dilini tapmışsan mı səncə İlham Əliyevin? Mən onun dilini də tapmışam, İlham Əliyevin ən zəif nöqtəsini də tapmışam. Və mən elə bu istiqamətdə nə qədər ki sağam, bu istiqamətdə də davam edəcəm. Sənə bir şey xatırlatmaq istəyirəm mən, icazə ver, tamaşaçılar da bilsinlər. Dostlar, 2018-ci ilin mart ayının 6-sında səhv eləmirəmsə, Vidadi İskəndərlinin atasının qəbri üstündə bilirsiniz ki, çirkin əməllər həyata keçirildi. Mən onda şəxsən mart ayının 6-sında oldu. Mən Bakıda başladım bu barədə danışmağa, bunu ictimailəşdirməyə deyənmədən mənə Mehman çoxlu təzyiqlər oldu, mesajlar göndərdi. Təzyiq deyəndə mesajlar oldu ki, sən niyə bunu eləyirsən, sən dur kənarda, bunu eləməyin, eləməyin. Dedim, yox, bu Vidadi məsələsi deyil. Bu milli dəyərlər məsələsidir, bu dövlətçilik məsələsidir. Bunu gərək araşdırıb qiymət verəsiniz. Alınmadı. Oldu ki, həmin ayın bayram vaxtı idi. Martın düz 25-də məni yoldan qabağımı kəsdi 2 nəfər. Apardılar DTX-nın rəisinin yanına, Mədət Quliyevin otağına. Mədət Quliyevindən söhbət zamanı onu dəfələn dedim ki, dedi, Vidadinin təklifi nə, tələbi nədir? Dedim, ki, mən otamın qəbrinin mundarlayanları tapın, cəzalandırın. Bu çətin şey deyil ki, bunu araşdırmaq lazımdır. Burada mən istəyirəm ki, Mehmanın verdiyi mesajı İlham Əliyev özü, ailəsi, ətrafı və Azərbaycan xalqı düzgün tutsun. Baxın, o vaxtı Vidadi neynədir? Vidadi çıxdı efirlərə, atasına qarşı olan o hərəkətə görə biədəb küçə söyüşləri ilə, adı ilə, yəni insana yaraşmayan söyüşdə söyüdü efirdə. Nə dəyişdi? Hiçbir şey. Baxın, 2018-ci ildən sonra gəldilər, Mehmanı çəkdilər. Fikir verin, bu nəyə görsədir? Bu onu görsədir ki, Mehman, istəyirəm onu nəzərə alasız, mübarizəni elə təhsili metodlarına aparmaq lazım ki, o nəticəsi olsun. Bunlar elə abırsız bir həyasız ailədir ki, görsənəm budur ki, bunlar üçün abır, həya, belə tərbiyə, əxlaq, şərəf, ləyaqət qalmayıbdır. Nə də elə bunlar desinlər bunların haqqında. Vidadi İskəndər nələr demədi? Ya başqalar nə söyüş də söymədi ki? Söyüşlə hakimiyyətlər dəyişməz. Qətiyyən. Mənim narahat olduğum odur ki, söyüşlə biz gözdən düşürük, müxalifət gözdən düşür. Amma sən vətənlər, mən bunu indi ayrı-ayrı yoldaşlarımla, mütəxəssislərlə müzakirə edirəm ki, bu ictimai şuurda nə dəyişiklik baş verir, məhz Mehmanın bu hərəkətləri ilə bağlı. Mehman elədiyi, dostlar, Vidadinin elədiyi deyil. İstəyirəm, hamı başa düşsün. Mehmanın elədiyi Vidadinin və başqa küçə söyüşdürənlərin elədiyi deyil. Mən çox istədim ki, Mehman heç bir vaxt küçə söyüş söyməsin. Qətiyyən. Mehman üçün yanında elə bir imkan var ki, əvvəl Allah verdiyi bir qabiliyyət var, savadı var, təcrübəsi var, bloger kimi, faktların analiz və təqdim etmə qabiliyyəti var. Bunun hər adamda yoxdur şeylər. Və texnologiyadan başı çıxır, istədiyi filmi çəkib otağa qoya bilir. Amma Qurban bəy, üzr istəyirəm. Söyüş də ifadə azadlığıdır axı. Yəni təbii yox, ifadə azadlığı, söhbət ondan getmir. Amma biz Azərbaycan xalqının nümayəndələriyik. Söyüş yadınızda qalsın. Ortağa qoyduğun o dəyərli materialı hörmətdən salır. Bunu bir sənə kim desə ki, yox, düz eləyirsən, söv belə əladır qətiyyən. Bil ki, o sənin istəmə insanlardır. Sənin qoyduğun subut materiallar ki var ortalıqda. Buna söyüşə ehtiyac yoxdur ki.
Söyüş zəiflik əlamətidir. Söyüş argumentsizlik əlamətidir. Argument olan kişi argumentin danışır. Özə sakit tərzdə. Asta səslən ki, qardaş budur, baca buraya İlham Əliyev. Sən busan. Sən cinayətkarsan, sən korrupsionersən, oğrusan, mən səni tutmuşam. Sən ailən budur, özün budur, qızın budur və s. Faktlarına. Söyüş, yenə deyirəm, sənin apardığın mübarizənin təsirini azaldır, öz şəxsiyyətinə ləkə salır, yaxınlarını, valideynlərini, xüsusilə Allah canını sağ eləsin, atan da uşaq deyil, cavan deyil ki, onu da pis təsir eləyir. Amma sənin axı apardığın mübarizə o qədər fundamentaldır ki, o qədər faktoloji baxımdan güclüdür ki, heç bir ehtiyac yoxdur söyüşüzə də. O baxımdan mən istəyirəm ki, gücü daha çox vurasız mübarizənin o təhsili mexanizmlərinə nə qədər pis söyüşsəyizlər, şəxsən sən, mən bilirəm ki, nə qədər pis söysəndə bir adam pis söylənməyəsən. Mən tam razıyam. Hətta özdə iş yaraşdırmayasın ki, sən cavan olan çıxasan, ağzı o sözlərə alasın efirdən. Başa düşürsünüz? Amma səndə maşallah qabiliyyət var axı. Mən istərdim ki, bu barədə bir tamaşaçılara da proqnoz etmək ki, növbəti addımların nə olacaq, növbəti materiallar nə olacaq, hansı istiqamətdə olacaq ki, hakimiyyətin gözdən salınması və dəyişdirilməsi istiqamətində xalq tamaşaçılar, buradan mən Azərfid Maliyyəsinə müraciət edirəm. Hal-hazırda bizi 7147 nəfər izləyir YouTube-da, 760 nəfər də izləyir TikTok-da. Harada 8000 nəfərə qədər IP-dən izləmə var. Ehtimada görə təşəkkür edirəm, minnətdaram. Bəyənin, paylaşın, təzədə hamı bilsin burada gedən söhbətləri. Mehman, konkret olaraq hansı istiqamətlərdə növbəti mübarizələr davam edəcək? Qurban bəy, mən artıq bəzi sualların da cavabını tapmışam. İlham Əliyev niyə istəyir məni yox etsin, niyə istəyir Emini yox etsin, digər blogerləri cəzalandırmaq istəyir. Məsələ budur ki, biz İlham Əliyevin istəmədiyi biz də təsadüfən həmin o planı işə saldıq. Məsələ odur ki, bu Alyona məsələsindən sonra mənə məlumat axını daha çoxalıb, daha çox informasiyalar gəldi. Və sizin efirlə də onu bildirim. Alyona məsələsi ortaya çıxandan sonra mənim bir kinom, bir Alyona haqda serialım anama həsr olunmuşdu. Və mənim həmin o araşdırmamda Allah rəhmət eləsin. Anama 2020-ci ildə erməni deyən adam özü Dövlət Təhlükəsizlik Nazirliyinin agentiymiş və mənə onun sənədlərini, onun datasını, onun kim olduğunu göndəriblər. O qadını deyirsən, o özünün müəllimi kimi. O adam, o qadın TTX əməkdaşıdır, sonradan da başqa bir tədbirdə ondan istifadə edirlər. Tam doğru. İlham Əliyevin deməli parkın açılışına gələndə baxmışam ona. Amma baxın, mən 5 ildir bilmirdim o adam kimdir və hamı da mənə haqqlı sual verdilər ki, Mehman bu kimdir, bu nədir? Mən deyirəm, ay Allah, bilmirəm kimdir. Bəlkə anamın həqiqətən də keçmişdə belə padruqası olub, bəlkə bu kimdirsə bizim ailəmizlə yaxınlığı olub. Amma bu Alyona məsələsindən sonra informasiya, faktlar gəldi ki, sənə şər atan da elə Dövlət Təhlükəsizlik Nazirliyidir. Sonra qadını veribsənmi məhkəmə Mehman? Biz o qadını yox. Yəni bu məsələdə o qədər başım qarışıb ki... Mənim sənə məsləhətim, mən bu məsələdə sənə vəkil kimi kömək edə bilərəm, aslan imzan olsa, mütləq həm də hüquqi mexanizmləri işə salmaq lazımdır Bakıda, Azərbaycanda bir olay vermək lazım məhkəməyə. Demirsən ki, sübut elə. Məmara Mermənə deyir ki, sübutu qoy ortalığa. İş aparmaq lazım Avropaya qədər, narahat olma, 100% qarib gələcəksən. Mənim də axımda bilirsən də, işmişdin o axarazda bir tərbiyəsinin biri ağız yələni yazmış, verdim məhkəməyə, olmayan şey sübut edə bilməzlər. Azərbaycanda bilərsiniz, rüşvətlə çox şey demək olur. Məhkəmələr çox qanunsuz qərarlar qəbul edir. Amma hər şey eləmək mümkün deyil. Sən mütləq məhkəməyə müraciət elə. Buyur. Deməli, Qurban bəy, bu məsələni ortaya çıxartdım ki, bu DTX-ın agentidir. Mənə zəng ediblər ki, ay maman erməni deyil, bu Ramiz Mehdiyevin işi idi. Ramiz Mehdiyevin oyunları idi. Təsəvvür edirsiniz, mən 5 ildir sualın cavabını tapamıram. Amma mən ki bunu ortaya qoydum, mənə zəng edirlər ki, bu Ramiz Mehdiyevin işidir. Bu artıq keçərli deyil. Yəni, yox, burada da bir dəqiqə. Bir şey deyim, bunu da hakimiyyət eşitsin. Mən şəxsən özüm bu Azərbaycan vətəndaşı kimi
Mehman Hüseynovun rəhmətli anası barədə o özünə müəllim deyən qadının çıxışını özüm dinləmişəm, eşitmişəm. Mənimki kimi 10 milyon adam eşitib bunu. 10 milyon. Aydındırmı? İndi dövlət. Əgər sən oradan dövlətsənsə, İlham Əliyev, özünə zərrə qədər hörmətin varsa, məhkəməsiz atsız göstəriş verməlisən, Mehmandan rəsmi qaydada həmin o kanalda necə ki onu eləmişdirsə, o qaydada üzr istənməlidir dövlət adından. Həmin qadın tap çıxarılmalıdır ortalığa, o etiraf eləməlidir ki, onu kim demişdi, kim öyrətmişdi, əlində fakt varsa versin. Və dövlətsiz siz. Mənim anam ermənidirsə, sənin əlində bütün faktlar, o mənim haqqımda dediyiniz kimi 16-cı əsrdən danışmırsınız ki, Mehman anası Duran Gebir Rəhməddin oğlu. Onun sənədləri dəyişdirilibsə, arxivdə 30 il bundan qabaq dəyişdirilib. Doldurun onu subutları ortalığa. Deməli, sizin subutunuz adınız yox, yalan danışırsınız. Ona görə də zəhmət çəkin. O müəllim deyil o. O adam ağıllı başlı işçidir, detixan işçidir. Onu ifşa edin, atın bayrağı, onu təşkil edənləri cəzalandırın və dövlət səviyyə həmin kanaldan da üz istəyin Mehmanla və onu bir neçə dəfə təkrarlayın ki, bu 10 milyon insan görməyən o görə bilsinlər. Görsünlər ki, Mehman haqqında yalan danışmırsınız. Hal-hazırda bizim bu dəqiqə 8 min izləyici var burada. 9 min keçir artıq. Əsən vətənlər, Mehman Hüseynovun anasının erməni olduğu barədə deyilən məlumat doğru olsaydı, Azərbaycan hakimiyyəti o sənədlər çoxdan göndərmişlər BMT-yə. Aydındır? Onlar yalan boş şeylərdir. Ona görə də mən hətta düşünürəm ki, yaxşı bir vəzifədə də yer alardım. Tabii. Və bu baş verir. İndi sizin sualınız ki, növbəti nə olacaq? İnformasiya axını o qədər çoxdur ki, mən deyəmmərəm ki, misal üçün sabah nə yayacağam, biri gün nə yayacağam. Çünki gündəmə uyğun, məsələlərə, problemlərə uyğun olaraq mən artıq davranışımı tənzimləyəcəm. Yəni, burada artıq bir mexanizmdir. Mənə en qədər məlumatlar gəlir, məlumatlar yoxlanılır, məlumatlar satılır və İlham Əliyevin bir şey də yaxşı oldu ki, İlham Əliyev ətrafını, İlham Əliyev ailə üzvlərinə yaxın olan adamları o qədər satıb ki, pula görə satıb. Misal üçün, yəni İlham Əliyev üçün pul Allahdır. Yəni pul onun üçün hər şeydir. Pula görə dostunu satıb, ətrafını satıb. İndi də onun materiallarını, onun öz ətrafı düşünmədən pula satır. Düşünmədən. Yəni İlham Əliyev o ortaya bu mexanizm qoyub ki, pula görə hər şeyi satmaq olar. Ətrafdakılar da düşünür ki, pula görə hər şeyi satmaq olursa, qoy mən də satım da. Qoy mən də satım. Və başlayıblar artıq məndən en qədər adam yazışır ki, Mehman, əlimizdə bu var, pulun varsa satırıq. Pul. İlham Əliyev deyib ki, pul hər şeyi həll eləyir və indi də onun ətrafı bundan yararlanır. Məsələ odur ki, biz fakta söykənib, İlham Əliyev həmişə bizim ailəmizə, bizə qarşı şər böhtanla danışıb. Amma mən İlham Əliyevə şər atmadan onun əclaf olduğunu ortaya qoydum. Mən düşünürəm, bilirsiniz, burada yaxşı bir şey nədir? Mən tam bilirsiniz nəyə əminəm? Mən əminəm ki, bir gün o gün gələcək ki, Tərtər hadisələrində olan görüntülər mənim əlimə keçəcək. İlham Əliyevin göstərişləri əlimə keçəcək. Tərtər qurbanlarının başına nə oyunlar açılıb, o prosesləri çəkən anlar, orada olan özbaşınalıqlar, cinayətlər, onları da bir gün İlham Əliyevin ətrafı mənə satacaq. Mən ona tam əminəm və o günü gözləyirəm. Çünki Tərtər hadisələrində mən bilirəm, bu prosesləri izləyirəm. Bəziləri, yenə də siz demişkən, insanların bəzilərinin qabağına fakt qoymasan, o inanmır. O insan psixologiyasıdır. İnsan psixologiyası odur ki, sübut, fakt varsa, mən inanım. Dedikodulara inanmaq istəmirlər. Amma mən yenə deyirəm ki, Tərtər hadisələrində baş verən o çirkin cinayətlərin görüntüləri bir gün ya sizə, ya mənə düşəcək. Bəli, qurbanlar var, onlar danışıb. İnanıram ki, onların başına gələnlər baş verib. Amma biz o
sirkabları ortaya qoyanda yenə deyirəm ki, İlham Əliyev qaçacaq ölkədən. Tam doğru, tam doğru. O kadrlarla bağlı bizə də deyiblər vaxtında. Çox təəssüf ki, həbsdə olanlardan biri birbaşa məhkəmədə təklif elədi ki, əzizən vətənə diqqətən qulaq asın, bu demiş, indi yeni qoşulanlar var, fürsətdən istifadə edib, bunu deyib xalq bilsin. Əliyev, Elçində olan deyəsən adı, məsələ qaldırdı məhkəmədə ki, Teymur Məmmədov gəlib ifadə verəndə, validə ananın oğlunu bel sapı ilə, balta ilə döyə-döyə öldürən namussuz, bugün də korpus komandiri vəzifəsində oturubdur. Deməli, məhkəmədə məsələ qaldırır ki, təqsirləndirilən şəxs. Möhtərəm hakimlər, məndə kaset var. Xahiş edirəm jurnalistləri dəvət edin zala, amma öncə baxmadan siz. Mən onu verəcəm, birbaşa qoyun, hamı baxsın. Özü görəcəksiniz ki, adamlar kim öldürüb? Hakim deyir, yox. Məhkəmə dostlar imkan vermədi ki, o kasetə baxılsın. Mənə xəbər göndərdilər ki, biz onu verə bilərik sizə. Amma filan məsələ ilə bağlı. Mən efirdən birbaşa mesaj verdim baş prokurorluğa ki, hey, əməkdaşlıq izləməyə hazır olan adam var. Qanunla qayda var. Çağırın, müqavilənizi bağlayın, adama qarant verək ki, onu buraxacaqlar. Çünki o içəridə qalsa, o təhlükə vurur həyat üçün. Onu mütləq öldürəcəklər. Dövlət də bunu eləmədi. Prokuror da bunu eləmədi, dostlar. Adam dedi ki, video məndə var da göstərim. O qoymadılar. Amma keçdir, o videolar yayılacaq. Buradan bir daha ilə sağ olun, Mehman bəy yadıma saldı. Mən tər-tər zərər çəkmişlərini xatırladıram. Şu artıq o şey bilirlər, keçibdir. Kimin haqqında o tip materiallar varsa, gec və ya tez o istifadə olunacaq. Gəl bir şəxsən deyəcəklər ki, 10 manat ver, yoxsa bunu yayacağım. Sən öləsən sənin nəvəni, sənin nəticəni gəlib şantaj edəcəklər ki, sənin ulu baban belə bir adam olubdur və s. Validana zəng eləyir, Mehman, icazə ver bir dəqiqə. Alo. Alo, axşamınız xeyir Qurban bəy. Axşamınız xeyir Validə xanım, buyurun efirdəsiniz. Qurban bəy, Mehman bəyə də salamlayıram buradan. Bizi dinləyən hər kəsi buradan salamlayıram. Qurban bəy, mən sizin dediklərinizi doğrulamaq üçün deyirəm. Çünki o məhkəmədə mən də oradaydım. Deməli, Əliyev Elçin dedi ki, mən material verəcəm, hakimlərə dedi. Amma siz baxmadan qoyun ora, zalda oturanlar baxsın birbaşa. Orada jurnalist də vardı. Hakim qəti etiraz elədi, biz baxmadan heç bir şey efirə verə bilmərik. Amma nə baş verdi? Qurban bəy, amma bizi o materialı, o videoyu görüb bilirsiniz, Qasım Məmmədovun dəyişdiyi mənim oğlumun videosunu, dəyişdiyini mən onu istəyəndə ki, mən Tərtər Hərbi Məhkəməsinə baxmışam, təkrar 3 dəfədən. Qasım Məmmədov özü etiraf eləmişdi, ayrı videosu yoxdur. Onu Qasım Məmmədov dəyişmişdi, Teymur Məmmədov, cinayətkar Teymur Məmmədovdan biri 500 min deyildi, biri 400 min. Hətta məhkəmədə belə deyildi ki, Rüstəm Ələsgərov 400 min pul verib deyinə Teymur Məmmədov, mən onun əvəzinə burada qatil kimi oturmalıyam. Hakimlər özlərini qoydular karlığa, korluğa, lallığa, eyni ilə Prezident İlham Əliyev kimi. Həm kardılar, həm korluqlar. Bu hakimlər hamısı eyni rolu gedir. Bilirsiniz, bizə həmin videonu vermək üçün çağırdılar, 2 dəfə Bakıya getmişik. Məhkəmədən əlavə. Dedilər ki, bizə silinmiş videonu verdi, qatillər belədilər. Biz bilməmişik bu silindiyini. Dedim, nətər ola bilir ki, Elçin Əliyev deyəndə ki, video verin, baxılmadan qoyun, zalda oturanlar baxsın, o zaman dediniz, baxmasaq, vermək olmaz. Amma bugün bizim gözümüzün qarşısında, elə bax, bu dəqiqə zadı silmişlər, Qurban bəy, həmin Xatırlayıram. Biz onu danışmışıq. Buradan, yəni sizin dediklərinizi təsdiqləmək üçün biz orada az döyüldük. Biz orada 15 nəfər uşaq zərər çəkənlərlə getmişdik. O videolar bir gün düşəcəkdir. Mehmanın da əlinə düşəcək, başqalarının əlinə düşəcək. Onda o videolar yayılmağa başlayanda İlham Əliyev özü, ailə üzvləri, o generalları girməyə san deşiyi axtaracaqlar, amma tapa bilməyəcəklər. Buna əmin olun. Qurban bəy, Allah hər kəs kim ki bu haqqın yanında olub, bizə dəstək olub bu işdən sonra buraya gəlməyinə. Allah ömrünüzü nə etsin. Amma buradan da deyirəm, əvvəl bir gündən demişəm, 17-ci ildən mənim balam onu biləndən bugünkü günə kimi, bugün də deyirəm. Həmişə demişəm, nə tər ki o oğulların arxasını divar, qabağın xəncər elədiniz, Allahdan başqa imdad yeri qalmadı. Bunların arxası divar, qabağı xəncər. Sağ olsun Mehman, sadəcə söyüş tərəfini demirəm. Hələ az eləyibdir.
Hələ az eləyir bunlara. Mehmana Nəyi xoş var bu deyil, yerə? söyüşə də məcbur elə İlham Əliyev özüdür. Bəli, bunlar məni bir evdən, 21 il evdən çölə çıxıb, heç aranı tanımayan bir ananı büyünə siyasətçi düzəltmək, yarım siyasətçi ortalıqda balamın dərdini çəkə bilmədim. Bu günləri 9 ili tamamına az qalıbdı. 9 il tamamına bir şəhid anası ki, mən şəhidliyin nə olduğunu da dadmadım. İlham Əliyevə qismət olsun, onun ailəsinə qismət olsun. Bunları bizə yaşadan İlham Əliyevdir. Təşəkkürlər Çox Validə sağ xanım. olun. Sağ olun. Bunları doğrulamaq üçün zəng elədim. Sağ olun. Sağ olun, sağ olun. Mehman bəy. Qurban bəy, fikrimi tamamlayım. Deməli, sizin sualınız ki, niyə təhqir, niyə bu baş verib? Mən ifadə azadlığı çərçivəsində əgər kimsə, bloger, adam söyürsə, yəni İlham Əliyevə qarşı bu sözlərdən istifadə eləyirsə, mən düşünürəm ki, həm də bu İlham Əliyevin də imici bundan zədələnir. İlham Əliyev o insanları o vəziyyətə gətirib ki, qanun, hüquq yox, söyür. Əgər bu necəsə məni də statusdan aşağı salırsa, mən əminəm ki, bu qarşı tərəfində statusuna ciddi zərbə endirilir. Budur. Baxın, validə anamız hüquq, məhkəmə, ora, dövlətə müraciət eləyib və haqqını ala bilmir, haqqı tapa bilmir. Neynəməlidir validə anamız? Hara müraciət eləməlidir? Nətər eləməlidir? Bax, bütün bu biabırçılıqların, bütün bu qanunsuzluqların baş səbəbkarı İlham Əliyevdir. Başqa mən, yəni çoxlu qurbanlar var. Siz də qurbansınız. Mən də İlham Əliyevin rejimin qurbanıyam. Validə ana, digər blogerlər. Azərbaycan xalqı hələ bilmir ki, onların hər biri qurbandır. İlham Əliyev ən dar məqamında belə hər kəsin videosunu ortaya qoyacaq, şantaj edəcək. Onun xislətidir, onun siyasətidir. O bu cür vəzifədə qalır və düşünür ki, bax belə insanları ipdə saxlamaqla bu vəzifədə qala biləcək. Mən tam əminəm ki, bu rejimi biz artıq sirkələmişik, laxlayıb və bu bir gün çökəcək. İlham Əliyev buna tam əmin olsun. Həqiqətən də silkələnmə var və fatihəsini də xalq verəcək inşallah. Bugün verişimin adından da gördüyünüz kimi. Mən buradan istəyirəm, siz çox murdar bir şey gedir. Düşmən bizi məcbur eləyir. Milli mentalitetimizdə, milli dəyərlərimizdə xor baxırıq, əks çıxırıq. Ən böyük faciə budur. Qabaqdakının abrayası yoxdur. Onun vecini deyil, tərbiyəsinin biri, mərfətsinin biridir. Onun vecini o sövürlər deyirlər. Əksinə ona ləzzət edir ki, Azərbaycan müxalifətini, Azərbaycan xalqını söyüş söyən, tərbiyəsiz, səviyyəsiz bir toplum kimi təqdim eləsinlər beynəlxalq aləmi ki, baxın ha, görün ya, mən hələ olmasam görün kimlər gələcək, siz kimlərlə tərəf müqabil olacaqsınız. Mən istəyirəm, bugünkü verişimizin ana qayəsi dostlar nədir? Mən heç şübhələmirəm ki, Mehman söhbət tərbiyə adamlardan gedir. Mehman gözlə başa düşür ki, onun atası, onun qohum qardaşı, onun ağzından çıxan bir söyüşüyle əziyyət çəkirlər. Söz azadlığı başqa şeydir. Söyüş, söz azadlığının daxilliyi, o çərçivələr var. Söz azadlığının çərçivələri var. O günlər bizim efirdə sağ olsun. Ataxan və Əbil o gözəl izah elədi o barədə. Bu, Mehmana da xoş deyil. Mehmana ən yaxın bir dostu da, ya özün kişi bilən adam mütləq deyəcəkdir ki, utanmır, işi oğlu ona söyləyir, efirdə sən küsə söyürsən. Mütləq deyəcəkləri, özdə hörmət edən oğlan, salam vermə. Amma Mehmanın indiki bəzi hərəkətləri ki var, onlar niyə onu qəbul edir ictimaiyyət? Mən niyə dəstəkləyirəm? Çünki mən bilirəm, huşunasam mən. Dini baxımdan da, şəri baxımdan da Mehman düz edir. Qanunu baxımdan da düz edir, haqlıdır. Bizim Quran deyir ki, küfr eləməyin. Amma yazır ki, zülmə məruz qalanlar istisnadır. Bugün Mehman Hüseynov zülm görür. Çox böyük bir zülmə məruz qalır. Bir də həbsin demirəm ha. İnsana ən dəhşətli zülm o psixoloji zərbədir. Adamın mənəviyyatına ziyan vururlar bu da. Bu da məcburdur, müdafiə olunsun. Hə, İlham Əliyev xoşuna gəlmir, dediyim kimi. İndi mən sonda söz verəcəm Mehman bəyin özü, müraciətən eləsin.
tələbini desin, sözünü desin, xalqa da, prezidentə də və s. Amma mən hüquqşünas kimi buradan təklif edirəm Azərbaycan hakimiyyətinə. Baxmayaraq ki, o hakimiyyət mənim xalqımı təmsil eləmir, legitim deyil, işğal edib hakimiyyəti. Amma sizin bir vəzifəniz var. Bayaq dediyim kimi efirə çıxıb, rəsmi qaydada Mehman Hüseynovdan Azərbaycan xalqına üz istəyəsiniz və bugünə qədər tətbiq edilmiş metodlar ki var, Qurbandan xoşum gəlmir, Qurban evini dağıdım, azaqşırağı çölə atım. Mehmandan xoşum gəlmir, Yemin dədəsinin videosunu çəkim. Siz Ağsaqqal kişinin video çəkəndə ölüb yerə girmədiniz, utanıb batmadınız siz. Mehriban Əliyeva, səndə zərrə qədər qadın xisləti varsa, heysiyyatın qalıbsa, özünə hörmətin varsa, sən niyə çıxıb ərun yaxası tutub silkəlib divara vurmadın? Sən niyə çıxıb əlləq evin gözün basıb çıxartmadı ya, şərəf alçaq. Bir namus, sənin Mehmanın yatağında nə işin var? Niyə mənim qızım Leyla, ya mən özüm Mehmanın üz istəyirəm, bədənin görməliyik, dədəsinin bədənin görməliyik. Niyə? Sizdə abirə yoxdur mu? Siz bu milletin nə qədər düşmən kəsirmişsiniz ki? Yeri gəlmişəm, mən deyim bunu hamı bilsin, çox pis bir tendensiya başlayıb artıq. Mənə bugün səhər-səhər atıblar Mehriban Əliyevanın videosunu. Mən bilirəm ki, o hamısı qorama şeylərdir, sürü şeyini çəkirlər. Bu da olacaq. Olacaq bir şey eləməliyim. Sən bu xalqı elə bir bataqlığa sürübsən ki, onu qurutsa Mehman qurudar, vəssalam. Bunu Mehmandan başqa inanmıram qurudan ola. Amma sən gələ Mehmandan əlbir işləyəsən ki, quruya. Bunun başqa bir yolu yoxdur. Sən bu bataqlığı suladıqca bu bataqlıq dərinləşəcək. Mehmanlar gün-günə artacaqdır. Mehman, son söz verirəm sənə qadan alım. Buyur. Baxın, yer deyirəm ki, hər şeyin kökündə qanunsuzluq, hüququn olmadığını, məhkəmə olmadığını bilirik. Ölkədən, bu həm də başqa bir məsələ deyim. Alyona Əliyeva Ukrayna vətəndaşıdır. O, Azərbaycan vətəndaşlığını qeyri-qanuni alıb, onu ortaya çıxartmışıq. Göstəririk ki, bu bizə maraqlı deyil. Alyona Əliyeva keçmişdə kimlərlə olub, nə olub. Bizə maraqlı odur ki, İlham Əliyev saxta hekayə ilə xalqa yalan danışır. Alyona Əliyevaya milyonlar ayırır. Ukrayna vətəndaşı kimi buna vətəndaşlıq verir. Amma bugün mən, siz, Elşad Məmmədov, o biriləri, digər blogerləri, niyə biz məcbur qalıb öz evimizi qoyub çıxmışıq? Niyə İlham Əliyev bizi məcbur edib ki, biz öz evimizdən, qohumlarımızdan, ata yurdumuzdan didərgin qalaq? Elşad Məmmədovun evini söküblər. Elşadın evini əlindən alıblar, mən bildiyimə görə. Hacı Nehrəmli alıb, məhkəməyə müraciət eləyib. Məhkəmə araşdırmayıb. Sizin evinizi söküblər. En qədər adam deyə bilərəm ki, mənim evimi sökməyiblər. Amma mənə başqa cür toxunublar. Sənə evdən də 1000 dəfə özgən vurublar. Və bunlar da, yenə deyirəm ki, bir çıxış yolu qalır ki, İlham Əliyevlə üz-üzə gəlib döymək, cəzalandırmaq mümkünsüzdür. Efiri açıb, kameranı açıb, üzünə, lobuna hər şeyi demək. Söyür, tənqid eləyir, hər şey məqbuldur. Biz, yenə deyirəm ki, İlham Əliyev bu nöqtəyə hamımızı gətirib. İlham Əliyevdir günahkar. Kim söyürsə, hansı bloger söyürsə, mən onlarda bircə qram günah görmürəm. İlham Əliyev deyib ki, belə olmalıdır. Biz də buna istinad edib İlham Əliyevlə mübarizə aparırıq. İlham Əliyevlə hər cür mübarizə keçərlidir. Hüquqi, qanuni, istəyir kimsə söyür, istəyir mədəni, hər cür. Amma biz İlham Əliyevə göstərdik ki, İlham Əliyev, sənin bu xalqa əxlaqdan, namusdan, qanundan, milli mentalitetdən, milli mənəvi dəyərlərdən danışmağa haqqın yoxdur. İlham Əliyev dərk edib bunu. Və bir şey də maraqlı məqam var. İlham Əliyev hər zaman razı idi ki, bunun ailə üzvləri haqda kimsə desin ki, bu qumarbazdır, bu qumarda uduzub, bu Leyla psixotrop maddələrin istifadəçisidir. Amma İlham Əliyev bircə şey istəmirdi ki, kimsə bunu açansa ortaya fakt qoysun ki, İlham Əliyev
əxlaqsızdır. Yəni o razı idi ki, buna min cür iftira, şər böhtan, dedikodu danışsın. Bu rahat idi ki, ortada fakt yoxdur da, kim inanacaq. Amma ilk dəfə idi ki, tarixdə biz fakt qoyduq ki, İlham Əliyev, sən elə ən böyük əxlaqsız elə sən imişsən, elə ən böyük hüquqa tüpürən sən imişsən, elə ən böyük hörmətsizlik eləyən sən imişsən və ona görə də biz onun son dərəcədə əsəbi, gərgin, çıxılmaz vəziyyətdə görürük. Ona görə də bu məsələdə o bütün əli altında olan blogerləri səfərbər edib, yazıçıları səfərbər edib. İlham Əliyev əlində qalan 3-4 belə kimsə bunun əlindən belə deyək də, hansısa yazıcı ev alıbsa, bloger bunun əlindən 1 manat yaralanıbsa, bütün onları səfərbər edib bu məsələdə ki, mənim gəlinimi müdafiə edin. Müdafiə edin, müdafiə edin. Biz İlham Əliyevin zəif nöqtəsindən tutduq. İlham Əliyev artıq dərsini alıb, amma bir məsələ, pis məsələ odur ki, biz dayanan deyilik. Siz, Qurban bəy, dediniz ki, Mehmandan üzr istənilməlidir dövlət səviyyəsində, amma mən onların üzrlərini qəbul etmirəm. Mənə onların nə üzrü, nə kompensasiyası, nə bilim bağışlanması heç nə lazım deyil. Artıq Mehman tam əmindir ki, bir də İlham Əliyevin qurbanı olmayacaq, bir də onun girovu olmayacaq, bir də İlham Əliyevin həbsxanasında olmayacaq. Burada bir çıxış yolu var. İlham Əliyev bacarsa məni öldürəcək, amma öldürməklə də nə sizi qorxudacaq, susturacaq, nə digər blogerlərdə. Mən əminəm ki, mən bu gün varam, sabah yoxamsa, siz susmayacaqsınız, digərləri də susmayacaq. Və mən çağırış edirəm ki, bizi izləyən hər kəs bilsin ki, bir gün sizin də qapınız döyüləcək, geci və ya tezi. Amma susmayın, cəsarətli olun, haqsızlığa boyun əyməyin, cəsarətli olun. Mütləq deyil ki, çıxıb meydanlarda etiraz edəsiniz. Yanınızda, qonşunuza qarşı haqsızlıq baş verirsə, susmayın. Burada siyasi məsələ olmaya da bilər, siyasi məsələ ola bilər. Susmayın. Şantajın qurbanı olmayın. Çünki sizin zəif nöqtənizi bu hökumət tutsa, ondan da yapışıb, sona qədər sizin nəvələrinizi, balalarınızı, qohumlarınızı hədə qorxu ilə danışıb, onları şantajda saxlayacaq. Bu isə qəbul edilməzdir. Bu heç bir əxlaqa sığışmır. İlham Əliyev otursun, düşünsün, niyə bu baş verib, müşavirə keçirsin, Əlin Ağayevi dəvət eləsin müşavirəyə, AS TV-ləri, Real TV-ləri canlı müşavirə keçirsin və desin ki, nə baş verib son bir ayda, niyə bu biabırçılıqlar, niyə bu hadisələr baş verib, kim ki bunun məsuliyyətini daşıyır. Mən əminəm ki, bunun birbaşa məsuliyyəti İlham Əliyevdədir, amma İlham Əliyev özünə bunu sığışdıra bilmirsə, Əlin Ağayevdən yapışa bilər, Kamran Əliyevdən, Vilayət Eyvazovdan ki, siz bu ölkəni meşə qanunları ilə idarə edirsiniz. Nə tərtər hadisələri araşdırılıb, nə siyasi məhbusların məsələləri araşdırıb. Yeri gəlmişkən, mənim bu tələb deyil. Mən sadəcə təklif edirəm ki, İlham Əliyev, sənin imicin yerlə gəzir, sənin statusun yox olub, sənin hörmətin yox olub. Amma qarşıda Novruz bayramı gəlir. Bizim həbsdə dostlarımız var, siyasi məhbuslarımız var. Namizəd Səfərov, Ülvi Həsənli, Meydan TV-dən. Hamısı bizimkidir, hamısı. Hamısı. Hər kəsi azad etmək imkanın var. Bu demək deyil ki, Mehman sənə şərt sürür. Mən sadəcə deyirəm ki, azca da olsa sənin statusun, azca da olsa sənin ləkən təmizlənə bilər. Əgər sən 300-dən çox siyasi məhbusları, dini inancılı qardaşlarımızı həbsdən azad edəsən, bu sənin üçün lazımdır. Bu mənim üçün vacib deyil. Mən alverə getmirəm. Mən demirəm ki, sən siyasi məhbusları burax, Mehman da dayanacaq. Elə bir şey demirəm. Mən deyirəm ki, sadəcə sən çıxılmaz vəziyyətdəsən,
pis vəziyyətdəsən, gecələr bilirəm ki, yatmırsan, narahatsan, amma rahatçılığını tapmaq üçün siyasi məhbusların azadlığını təmin et, tərtər məsələlərini araşdır, validə ananın məsələlərini araşdır, haqqını ver, sənin sisteminin qurbanı olan şəxslər, Elşad, mən, siz, en qədər bloger, en qədər jurnalist adlarını desəm burada saatlarla danışmalıyam. Onların haqqını ver, onların könlünü al. Bax, o zaman bəlkə sən təzdən dəmir yumruq ola bilərsən. Ola bilərsən. Demirəm olacaqsan. Ola bilərsən. Gecəniz xeyrə qalsın. Təşəkkürlər Mehman. Minnətdaram sənə. Deyim ki, əzizən vətənlər, hal-hazırda 8.000-ə qədər izləyici YouTube-dadır. 770 nəfər bayaq minə qalxmışdı. TikTok'dadır. Lütfən kanala yardım etməyə yaddan çıxartmayın. Bugünkü verilişi həzil bəyənin, paylaşın ki, daha çox insan izləsin. Mən Azərfedim ailəsi adından Mehman bəyə təşəkkür edirəm. Burada Mehman bəy dedi, hərənin bir dərdi var. Həriyə bir cür bunlar pisləyiblər, amma özünüz də gördünüz ki, artıq vəziyyət elə bir həddə gəlib çatıbdır ki, insanlar ölümdən, həbsdən daha qorxmurlar. Mehmanın sonuna verdiyi mesaj buydu. Artıq bıçaq o sübiyə dirənib, bugünə də elədiyiniz o şərləməklə, həbslərlə, o bunun evini dağıdı, bunu tutun, bunu asım kəsin, bunda iş alınmayacaq. Əli Kərimli dərhal azadlığa buraxılmalıdır. Tofiq Yaqublu dərhal azadlığa buraxılmalıdır. O Namizə Səfərov dərhal buraxılmalıdır və bunlarla bərabər 400 siyasi məhbus dərhal azadlığa buraxılmalıdır. Onlara kompensasiya ödənməlidir. Əgər İlham Əliyev istəmirsə ki, onun sonu, Qəddafinin sonu, nə bilim, Səddamın sonu olsun, bu məsələyə son qoyulmalıdır. Yəni, hamımız gördünüz ki, Mehman bəy yeni materialların da proqnozunu verdi ki, bunlar da anonsunda da olsa verdi, gələcək materiallar. Mən Mehman bəyə can sağlığı arzulayıram. Mehman bəyə qorumaq lazımdır, Mehman özünü qorumalıdır. Çox təəssüf ki, tez çıxdı vacib bir sualımız qaldı ki, mən bilmək istəyim görüm, İsveçrədə Emin Hüseynovun müraciətinin nəticəsində oldu. Yəqin ki, sabahda bir gündə bunu da araşdırarıq. Dostlar, Mehman və onun kimi gənclər bizim balalarımızdır. Bu millətin övladları, bu millətin dəyərləridir. Sən əgər Mehmanı öz qabiliyyətinə, öz əxlaqına uyğun yaşamağa, işləməyə qoymursansa, onu məcburən gətirib küçə söyüşləri söyməyə məcbur edirsənsə, bunun günah Mehmanda deyil. İlham Əliyev səndədir, sənin arvadındadır, sənin məmurlarındadır, başda əlinə qeyb olmağını. Özünüzdə bir balaca abir həyat tapa bilsəz, ölkədəki indiki durumu düzəltmək şəxsən sizdən asılı və sizin əlinizdədir. Dövlət nəsə güzəşt eləyə bilər, dövlətin üçün nəyisə var. Xalqın, o blogerlərin, jurnalistlərin işlələri yoxdur. Dövlət gərək atalıq, babalıq görsə də, dövlət güzəşt eləyər, dövlət bağışlaya, dövlət addım atmalıdır. Dövlət addım atmaq əvəzinə əslən vətənlər götürüb heç bir günahı olmayan adamlar haqqında rəsmi oruçlu kimi qondarma cinayət, Ali Kərimli kimi qondarma cinayət, adamlara həbslərə hökm elə, bu sadəcə olaraq cəmiyyətdə qarşılıqlı şiddəti, qarşılıqlı nifrəti və kini artırır. Bunun nəticəsi isə ilk növbədə İlham Əliyevə hakimiyyət olanlar üçün demirəm pis olacaq, faciə olacaq. Bu da çox faciə olacaq ha. Və o məqamda xalqın qabağına çıxa biləcək adamları, xalqın o qəzəbli kütləni durdura biləcək adamları sən şərləyib, zərərsləşdirmişsən öz aləmində. Əslində baxsan, sən özünü böyük bir təhlükə atmışsın, xəbərin yoxdur. Ola bilər sənin ətrafında kimlərsə sənə desin ki, qoltuğa versin ki, düz eləyirsən. Mən Mehmana da dedim. Ola bilsin ki, mənim bugün dediyimi Mehmana ki deməsin. Əksinə, ətrafındakiler fitilləsin də yaxşı söz. Yox. Mehman, bilirəm ki, bizi dinləyir. Mehmanın bir obrazı var, Mehman Hüseynov obrazı var. Səviyyəli, material bolluğu təqdim edən, ədəbli, ərkanlı bir Mehman. İndi o Mehman obrazını da
özü dediyi kimi, bizə ziyan dəydiyi kimi İlhama da dəyir və bunun tərsinə İlhama ziyan dəydiyi kimi həm də söyüş subyektinin özünə də dəyir ziyan. Mən istəmirəm ki, Mehman da o küçə uşağı obrazında təqdim olunsun. Hakimiyyət Mehmanı məhz buna itələyir. Ümid edirəm ki, Mehman buna imkan verməz. Nə qədər əsəbləşsək də, əlində sənin subutun varsa, bunu eləmək lazımdır. Dostlar, Azərbaycan hakimiyyətinin yaratdığı bu bataqlıq onun özünün məzarı olacaqdır. İnşallah onun fatihəsini də siz verərsiniz Azərbaycan xalqı. Gecəniz xeyrə qalsın. Mən verişimizin sonunda bir daha oruç tutanların Allahdan istəyimiz odur ki, oruçların qəbul eləsin, duaları qəbul olsun, namazların Allah qəbul eləsin. Allahın ruzisi, bərəkəti, rəhm, mərhəməti sizlərə, ailələrinizə və dövlətimizə, millətimizə, bütün dünyamıza olsun. Gecəniz xeyrə qalsın. Sabah saat 21:00-da görüşmək ümidi ilə. Sağ olun.